Cəlilabadda 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya günü münasibətilə tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra mərasim Heydər Əliyev mərkəzində davam edib. Tədbirdə Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq mühafizə orqanlarının nümayəndələri, şəhid valideynləri, müəllimlər və rayon ictimaiyyəti iştirak ediblər. Çıxışlarda bildirilib ki, Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasından 30 il ötür. Müstəqil Azərbaycanın ilk konstitusiyası Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Konstitusiya Komissiyası tərəfindən hazırlanaraq 1995-ci ildə xalqın müzakirəsinə təqdim edilib. Vurğulanıb ki, 1995-ci ildə qəbul olunmuş konstitusiya ölkəmizin tarixində 4-cü müstəqil Azərbaycanın isə ilk konstitusiyasıdır. Bu sənəd ölkə demokratik hüququ, dünya dövlət quruculuğuna möhkəm hüququ əsas yaradıb. Dövlət idarəçiliyi və insan hüquqlarının qorunması istiqamətində mühüm rol oynayıb. Tədbirin sonunda iştirakçılar konstitusiyanın əhəmiyyətindən, onun dövlətin inkişafında oynadığı roldan danışıblar. Cəmilə Nəsir qızı, İlqar Mustafayev, Həcər Həsənova, Bugün İnformasiya proqramı üçün.